Salam değerli izləyicilər, bu şəxslər üçün sosial yardım dayandırılır, vacib və rəsmi bir açıqlamanı diqqətinizə çatdırıram. Videonu paylaşın. Burada üstəgəl işarəsinə vurun. Bir çoxlarınız hələ də vurmamışsınız ki, kanalımıza abunə ola biləsiniz. Değerli izləyicilər, Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinin 3 ili başa çatan vətəndaşların məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müdafiə tədbirlərindən istifadəsi dayandırılır. Bu barədə Qaçqın.comdan Milli Azab elə bir cavab veriblər və qeyd olunub ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanunun 3-cü maddəsinə uyğun olaraq məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı tətbiq edilən güzəştlər və imtiyazlar qanunvericiliklə müəyyən edilmiş müddətdə qüvvədədir. Qanuna əsasən məcburi köçkünlər, onlar üçün sosial müdafiə tədbirləri, onların əvvəlki daimi yaşayış yerinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən 3 il müddətinə tətbiq olunur. Qeyd edək ki, 2022-ci ilin iyul ayının 19-dan etibarən Ağalı kəndinə mərhələlərlə köç başlayıb və bu qanun deməli, belə deyək, Qarabağa, Zəngəzura köçürülən digər şəxslərə də aiddir. Yəni, köçürüldüyünüz müddətdən 3 il sonra artıq çörək pulu dediyimiz həmin o müavinət kəsiləcək.